Səssiz bir küçə. Bu səssizliyin altında unudulmuş canlıların səsi var. İnsanların bir zamanlar əhilləşdirib, sonra tərk etdiyi canlılar. Qəbul olunmayan, amma şəhərin bir parçasına çevrilmiş sahibsiz itlər. Onlar üçün şəhər həm sığınacaqdır, həm də təhlükə. İnsanlara yaxın olmaq istəyirlər, lakin bu yaxınlıq bəzən qorxuya səbəb olur. Məhz bu səbəbdən sahibsiz heyvanlara qayğı mərkəzi vaxtaşırı tədbirlər keçirir, itlər toplanır və təhlükə nəzarət altına alınır. Sahibsiz itlər daxil olunan müraciətlər əsasında ərazidən götürülür və quruma təhvil verilir. Qurum o itlərə tibbi müayinədən baxış keçirdikdən sonra tam təhlükəsiz şəkildə qısırlaşdırılaraq peyvəndlənir və yenidən əraziyə təhvil verilir. İtlərin toplanması bəzilərinə qəddar görünə bilər, digərlərinə isə vacib. Amma bu prosesin arxasında bir cəmiyyətin həm təhlükəsizlik, həm də vicdan balansı dayanır. Məsələ ilə bağlı tibbi ərazi bölmələrinin idarəetmə birliyi ilə əlaqə saxladıq. Məlum oldu ki, təkcə ötən il ərzində Bakıda və Abşeron yarımadasında 7840 nəfərə it dişləməsi və ya zərbə diaqnozu qoyulub. Digər bölgələrdə isə bu rəqəm 16850 nəfərdir. Bəs sahibsiz heyvanlara necə davranmalıyıq? Küçə heyvanları əslində insanlar üçün heç bir təhdid, heç bir qorxu, heç bir problem təşkil etmir. Əslində elə problemlə üzləşən küçə heyvanlarının özləridir. Çünki soyuq havalarda ac-susuz qalan, soyuqdan üşüyən, donan elə onların özləridir. Ona görə də onlara güvənli və sağlam həyat vermək bizim öhdəliyimizdir. Onlar qorxduğu üçün hücum edirlər, onlar qorxduğu üçün hürürlər. Bunu heç vaxt unutmamaq lazımdır və onların 6-cı hissi çox qüvvətlidir. Sizin də qorxduğunuzu, sizin də çəkindiyinizi, sizin də onlara reaksiya göstərdiyinizi görəndə onlar da əks reaksiya göstərirlər. Unutmayaq, bu itlər burada doğulmayıb, buraya atılıb. Sahibsiz deyəndə əslində bizim sahib çıxmadığımızdan danışırıq. Bu mənzərə itlərin yox, insanların yaratdığı bir nəticədir. Və hər dəfə bir küçə iti baxışlarını bizə dikəndə cəmiyyət olaraq bir sual çıxır qarşımıza. Onlara nə zaman sahib çıxacağıq?